Hər vaxtınız xeyir olsun. Nəhayət bundan öncəki videonun ikinci hissəsini paylaşıram. Əvvəlki videonun rəylərindən belə başa düşdüm ki, siz həqiqətən də bu videonu çox sevmisiniz və istədim ki, növbəti hissəsində mütləq şəkildə tez bir zamanda paylaşım sizinlə. Mənim Balakənə artıq ikinci gedişimdir və inanın ki, qatarda yuxudan bir də ayıldım ki, deyir ki, növbəti stansiya Şəki. Bu sizin cəzazıyım. Yəni artıq Şəkiyə çatmışıq. Şəkidən etibarən dağlar belə görünür. Hal-hazırda təbii ki, qış fəslindən yeni çıxdığımız üçün ağaclar o qədər də gözəl görünməyə bilər, amma ümumilikdə hər şey çox yaxşı idi. Hava çox təmiz idi. Balakəndə qatardan düşər-düşməz elə Balakən stansiyası yazısını gördük və Balakənə xoş gəldik. Əslində biz Balakənə ayağımızı atan kimi yağış çisəliyirdi, amma bəxtimizdən gəlib evə çatana qədər artıq gözəl bir günəş çıxmışdı. Mən də günəşin dadını çıxartmaq istədim. Keçdik, əynimizi dəyişdik, yemək falan yedik. Daha sonra isə qaynatam dedi ki, gəlin getdik qaxa. Biz isə gecə boyunca yatdığımız üçün özümüzü heç yorğun hiss eləmirdik və böyük bir sevinclə qaxa yola çıxdıq. Qax İlsuya gedirik. Oraları çox tərifləyirlər. Mən heç vaxt getməmişəm. Yol boyunca yenə də böyük geniş sahələr, dağlıq ərazilər və ən əsası dağların başında böyük qarlar görünürdü. Elə yolun qırağında baxın belə bir qax suyu yazılan yer var. Qaynatam məlumat verdi ki, ən gözəl təbii qax sularının satıldığı yer məhz buradır. Qalanları doldurma ola bilər. Onlar kasetlərlə su alanda mən isə bu çiçəkləri çəkirdim. Daha sonra yola davam elədik. Artıq qaxın mərkəzinə çatdıq. Deməli, qaxda belə bir yerə gəlmişik. Ətraf sadəcə dağlardan ibarətdir. Çox gözəldir. Baxın bu dağlar. Mənə də gəlir ki, bura yayda daha da gözəl olar, sözsüz. Amma indi də çox qəşəngdir. Havası da qədər qəşəngdir. Çox təmiz havası var. O yandakı dağlarda qar var. Bir də burada az-maz qarlar. Amma havası o qədər də soyuq deyil. Elə bilirəm ki, o qədər də küləkli yerlər deyildi. Havası da yaxşıdır. Burada demək olar ki, addım başı bulaqlar var. Suyu da buz kimidir. Ağır da su. Bilsən niyə ağırdır? Fileziniz də olur dağlardan da. Qaxşı soyuqda. Buz kimi deyə. Daha sonra yol kənarında belə maxara qutab satılan yerə gəldik. Maxara bir növ bilinçkə bənzəyir. Onlar maxaranı balla, sonra şəkər tozu ilə, yəni hərə zövqünə uyğun olaraq müxtəlif şeylərlə yeyir. Kəmran çox balla xoşlayır. Elə mən də elə öyrəşmişəm balla yeməyə. Yol qırağında elə dedilər ki, bu maxaranı gəl sən də öyrən, sən də hazırla. İndi baxın görün mən nə etdim. Ortasına tökərsən? Yavaş-yavaş tök ortasına. Yavaş tök. Orta, narahat olma. Tök. Əla. Çok əla. Mən yiyəcəm, narahat olma. Sən az qalasın. Çevir. Ha, şöyle. Düzelt. Evet. İndi gəldik yemək yeməyə. Bura Səngər qaladır və qaynatamın dediyinə görə ümumiyyətlə yayda qaxda həqiqətən sözün əsl mənasında Bakıdakı qədər probka yaranır. Çünki şəhər əhalisi təbii ki, istirahət üçün həmişə belə Azərbaycanın səfalı yerlərini tuturlar və deyir ki, bu restoran həqiqətən də yayda dolub daşır. Bu restoranda yer olmur, əvvəlcədən yer yazdırmaq lazım olur. Bu və bununla birlikdə bir neçə restoran var, hansı ki, onlar çox sevirlər və yayda mütləq şəkildə gəlirlər. Biz isə keçən dəfə gələndə hava çox soyuq idi deyə gələ bilməmişdik belə yerlərə. İndi isə çalışdığımız qədər gəzmək istəyirik. Beləliklə indi Səngər qalada oturub yemək yeyəcəyik bir yerdə. Bura elə adından da göründüyü kimi qala tipli bir restorandır və restoran sahibi bu məkanı elə öz əlləri ilə hazırlayıb deyirlər. Beləliklə nəhayət restorana gəlib çıxa bildik. Uzun yol yürüyüşlərindən sonra düzünə qalsa çox acımışdıq hamımız və ilk iş yemək yemək istəyirdik. Görək buranın yeməkləri necə dadır, ləzzətlidir ya yox. Bu restoranı biraz da fərqli eləyən elə məhz buradakı heykəllərdir. Dəvə heykəli, inək heykəli, eşək heykəli. Yəni bir neçə heykəllər var, çox maraqlıdır. Biz yuxarı mərtəbədə əyləşmək istədik ki, tam olaraq mənzərəni görək. Siz də ətrafın mənzərəsinə baxın. Çox gözəl görünür.
Yəni bu yerləri təkrarən yayda gəzmək istəyirəm, o yaşıllığa tam doymaq. Sifarişlərimiz isə pomidor, xiyar, səngər salatı və bir də belə döyməcidi. Duşesiz olmaz. Ana yeməyi isə belə ortaya sac dedik. Sac olduqca böyük idi və hamımıza çatacaq qədər idi. Yeməyimizi yedik, içdik, doyduq. Beləliklə geri qayıdırıq. Burada Əhkər bulağıdır. Suya baxım görüm sərindir ya yox. Oy buz kimidir. Amma necə təmizdir baxın. Dibi görsənirəm. Bayaq əl vurduğum bulaqda, bu bulaqda buz kimidir həqiqətən. Deməli qaxdan gələndə indi hələ görürəm ki, burada Kamranla mənim yellənçəyimi asıblar. Deməli biz evlənəndən bəri bir dəfə cəmi gəlmişdik bura. Onda bu yellənçəyi asmışdılar. Kamranın yellənçəyidir bu, amma ondan çox mən oturmuşdum. İndi gəldim, gördüm ki, yenə asıblar bunu. Yəqin ki, baba asıb. Gərək sabah yellənim. İndi hava biraz soyuqdur. Sabahınız xeyir olsun. İkinci gündən hər kəsə salam. Deməli, biz səhər tezdən oyandıq, ailəvi səhər yeməyimizi yedik və biraz söhbətdən sonra istədik ki, çıxaq, biraz da Balakənin məhz sözünü gəzək. Gəldik buranın elə ən öndə gedən restoranlarından biri olan Tənərəyə. Tənərə Balakəndə həqiqətən də daha əvvəl də gəlib ləzzətlərini çox bəyəndiyimiz məkanlardan. Özü də belə dağların arasında yerləşir demək olar ki, yəni mənzərəsi çox yaxşıdır. Belə kabinet tipli məkanlardır. Amma belə ümumi zalı da var. Çox səliqəlidir hər şey. Bu da fırlanan masa. Son anda fikrimiz dəyişdi. Yuxarıda oturmağa qərar verdik ki, mənzərəni daha yaxşı görək. Gəlin bir yerdə balkona baxaq. Wow. Hələ telefondan sizə tam ötürə bilmədiyim üçün o qədər təəssüflənirəm. Mənzərə çox gözəldir. Biz hələ qış aylarına gəlmişdik. İndi bunun yayını təsəvvür edin siz. Buranın yeməkləri o qədər dadlıdır ki, yəni sizə sözlə izah eləyə bilmərəm. Yəni burada bu qədər az qonağın olmağı məni çox təəccübləndirdi. Bildiyiniz Bakıdakı restoranlardan heç də geri qalmır. Olduqca təmiz, səliqəli, yeməklərinin dadı yaxşı. Yəni həqiqətən də halal olsun Balakəndə belə bir restoran açıblarsa. Bir də deyim ki sizə, burada daha çox nişan, ad günləri, hətta kiçik toy mərasimləri belə keçirilir. Buna isə artıq pilləkənlə qalxanda özüm şahid olmuşdum. Başlanğıc üçün biz xırt-xırt badımcan salatı və reyhan salatı seçdik. Bir dəfə gəldim, ona gəlirik ki, yeməyə. Hazırda gördüyünüz kompot moruq kompotudur. Adı isə möhtəşəmdir. İndi deyəcəksiniz ki, bəs dünən də sac yediniz, bu günə sac, amma buranın sacı möhtəşəm dadır. Yedik, içdik, çox doyduq. Yeriməyə halım qalmadı. Belə. Deməli mən hardasa 3-4 ay əvvəl bura gəlmişəm. Yəni buraları gəzmişəm, bitdə. Baxın orada çay var və o çayın o bir başına qədər getmişəm. Amma bu dəfə o qədər də çox gəzmək istəmirik. Gün insanı yandırır. Üstümüzdən hava çox qəşəngdir. Bu gün günlük günəşlikdir. Dünən də günəşli idi. Amma sabahdan yağışlar başlayır. Yəqin ki sabahdan ancaq elə ora qonaq get, bura qonaq get belə keçəcək günlərimiz. İstədim bu gün də vloqlayım sizin üçün. Maraqlı olar bəlkə. Bu arada məni Balakəni izləyən var. Balakəni siz harasındansınız? Balakəndə ümumiyyətlə Novruzla bağlı çox yerdə belə böyük plakatlar görmək mümkündür. Çünki burada bayramlara önəm verirlər. İndi isə gəlmişik Heydər Parkına. Balakənin ən böyük parkıdır bura. Ümumiyyətlə bu park demək olar ki, çox vaxt tədbirlərin, əyləncələrin keçirildiyi məkandır. Yəni biz bura artıq 2-3 dəfə gəlmişik. Hər dəfəsində də fərqli bir tədbir olub. Bu dəfə yenə də Novruz bayramı ilə bağlı şənlik var idi. Kamran məfam aldı. Biz parkdan geri qayıtdıq və an etibarilə qonaqlıqlara start verdik. Gəldik ilk Kamranın ana nənəsigilə. Bundan sonraki kadrlar artıq oradan-buradandır sözün əsl mənasını. Çünki bacardığım qədər, yadıma düşdüyü qədər çəkməyə çalışmışam. Məsələn, anidən ana nənəcikdən bibiclə keçdik. Yeni bir qonaqlı gün, qonaq getdiyimiz gün. Bura gələn ancaq yeyib içməklərə gedirəm. Köçəlib qayıtmasam yaxşıdır. Bura isə əlimdə gördüyünüz kimi fındıq bağıdır. Böyük bir fındıq bağıdır. Burada hektarlarla ərazi var. Keçən sezondan qalmış fındıqlar. Bura böyük fındıq bağıdır hektarlarla. Buradakı əhalinin böyük bir qismi fındıqçılıqla məşğuldur. Yəni ya fındığı əkib becərirlər, ya da təmizləyirlər.
və yaxud da sahəsi olub icarəyə verənlər də var. Bu isə əsl bənövşədir. Bura hələ yəqin ki, avqust-sentyabr aylarında daha gözəl olacaq. İndi hələ qışdan təzə çıxırıq deyə hər yer quraqlıq kimi görsənir, amma birazdan o qədər yaşıllıq olacaq, o qədər gözəl olacaq deyirlər ki, mütləq ki, bu vaxtlarını da görmək istəyirəm. Çox böyük ərazidir. Sonra isə yenə də qonaqlığa gəldik və böyük əmimiz, hansı ki Şöyüb Mikailov belə kitabların yazarıdır, Balakən rayonunun fəxridir. O öz kitablarından bir neçəsini bizim üçün də hədiyyə elədi. Kənd həyatının gözəlliklərindəndir bunlar da. Hələ o tərəfdə daha gözəlləri var, onları göstərəcəm. Buna baxın. Görün necə gözəldir. Çox qəşəng görünür. Bunlar da papatyalardır. Bütün hər yeri belə papatyalar eləyiblər. Və qonaqlıqlar bitdi, evə qayıtdıq. Axşam yeməyi üçün hazırlıqlar görülür. Bu gün də öz-özümüzə qonaqlıq veririk. Kebab qonaqlığı. Akşam çimerlik kesinlikle. Nə tez alışdı? Kebablardan mən antrikot, bastırma, lülə, əslində belə baxdım indi sayanda ki, mən hamısını çox sevirəm. Bunları isə manqal salatı üçün öncədən bişirdilər və bizə verdilər. Təbii ki, manqal salatını evin gəlini olaraq mən hazırladım. O kadrlarda birazdan görəcəksiniz. Manqal salatının tərəvəzləri hazır. Bu videonu isə Kamran Sinsin çəkib, mənim əlim çəkli deyə. Bir də gördüm ki, mənim fotoğraflarım arasında belə bir video var. Soruşdum, dedim, mən çəkmişəm. Manqalın başında sözün əsl mənasında lap belə pişik kimi dayanmışdım ki, təki bu lülələr bişsin və tez bir zamanda elə manqalın başındaca mənə versinlər yeyim. Bəh, qızlar, göz haqqınızı halal edin, amma bu kadrları sizin üçün paylaşmasam olmaz. O qədər dadlıydı lülə. Ləzzət. Biz sadəcə lüləyi hazırladıq, çünki sobada toyuq da var idi deyə elə istədik ki, çox olmasın. Zaten bu yeməyin də bir qismi qaldı. İnanın, indi videonu səsləndirəndə hələ də ağzımın suyu axır. Yəni, kaş həmin günə qayıdıb təkrar bunu yeyə bilsəydik. Bunlar isə birazdan Holland pendirli göbələklər olacaq. Və necə deyərlər, hər gözəl hekayənin bir sonu var imiş. Gördüyünüz kimi artıq Şəkidəyik, yəni Bakıya qayıdırıq. Bura isə Şəki halvasının satıldığı məkandır. Üzbəyüz iki məkandır. İkisinin də dadı eynidir. Hər ikisindən almışıq. Amma burada çeşid daha boldur. Yəni bura dönmədən olmaz. Necə deyərlər, dağlı yollar aşaraq, çox ellər dolaşaraq, nəhayət gəlib çıxdıq doğma Bakımıza. Təbii ki, biz gələn kimi ilk iş burger yeməyə gedirik, çünki çox darıxmışıq. Gedək meeting point'a burger yeyək. Şəhərdə yenə həmişəki kimi basabas, çox insan var. Elə bir Kamran, saçdıqdan belə dolu-doluğa gələn adam qəribə olur. Meeting point mənim bir nömrəli burger məkanımdır. Biz çox ac idik deyə gəlməzdən öncə sifarişləri artıq vermişdik. Ona görə gələn kimi elə yeməyə qabağımızı qoydular. Çox xoşbəxtəm. Və nəhayət gün sonu biz evə gedirik. Siz isə videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizin üçün maraqlı bir vlog oldu. Əgər videonu bəyəndinizsə kanala abunə olmağı və ən əsası videomu like edib komment yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.